Yezekel 13-cü fəsil. Yalançı peyğəmbərlərin cəzalanması. Mənə Rəbbim bu sözü nazil oldu. Ey bəşər oğlu, peyğəmbərlik eləyən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik elə və öz-özlərindən peyğəmbərlik eləyən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər. Xudavənd Rəbb belə deyir. O axmaq peyğəmbərlərin vay halına. Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəh almayıb. Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənziyir. Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız. Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız. Onlar boş şeylər görərək falçılıq eləyib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan eləyir. Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. Sizin gördüyünüz görüntü, boş və elədiyiniz falçılıq yalan deyilmi? Siz bunlara Rəbb bəyan eləyir deyirsiniz, mənsə belə söyləmədim. Buna görə də Xudavənd Rəbb belə deyir. İndi ki, boş sözlər söyləyib, yalan şeylər gördünüz, mən sizə qarşıyam, Xudavənd Rəbb belə bəyan eləyir. Mən boş şeylər görən və falçılıq eləyib, yalan danışan peyğəmbərləri öz əlimlə cəzalandıracağam. Onlar mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb mənəm. Bunu ona görə eləyəcəyəm ki, onlar sülh olmadığı halda sülh deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur. Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağım. Tufan küləyi divara qarşı əsəcək. Bəs divar uçanda sizə vurduğunuz suvaq necə oldu deməyəcəklərmi? Buna görə də Xudavənd Rəbb belə deyir. Mən öz qəzəbimlə tufan küləyi əsdirib, öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun. Beləcə, suvaq vurduğunuz divarı uçurub yerlə yeksan eləyəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb mənəm. Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ondan suvaq vuran İsrail peyğəmbərləri də. O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik eləyir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür. Xudavənd Rəbb belə bəyan eləyir. Sən, ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik eləyən xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik eləyib söylə ki, Xudavənd Rəbb belə deyir. Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına. Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınıza salamat saxlayacaqsınız. Xalqımın önündə bir neçə ovuc arpa və bir neçə parça çörək üçün məni izzətdən saldınız. Yalana qulaq asan xalqıma yalan söyləyərək, ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq olmayanları yaşatdınız. Buna görə də Xudavənd Rəbb belə deyir. İndi mən sizin ofsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad eləyəcəyəm. Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qutaracağam. Onlar daha bir ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb mənəm. Mənim kədərlənməsini istəmədiyim Salihin ürəyini siz yalanlarla kədərləndirdiniz. Pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın. Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq eləməyəcəksiniz. Mən öz xalqımı sizin əlinizdən qutaracağam, onda biləcəksiniz ki, Rəbb mənəm.